baxırıq. 15-də nə deyir? 12-də 1. Üstə gəl 13-də 1. Uşaqlar, eyni məxrəcə gətirməliyik. 12 ilə 13-ün ortaq böləni yoxdur deyə. 12-ni, 13-ü bura vuracam. 1-i də 13-ə vuracam. Yəni, buranı da 13-ə vuracam, buranı da 13-ə. Aha. 12 də burada yoxdur. Elə 13-ü vuracam 12-yə, 1-i də 12-yə. Nə elədi? 12-ni 13-ə vuracam, 156. Bura 13 eləyir. Bunun da üstünə gələm. 156. Üstə gəl 12. Bura 156. Bu da 25. Cavabımız 156 da 25. Bu birincinin cavabı. İkincisinə baxırıq. 15-də 11. Üstünə gəlirəm. 16-da 9. Uşaqlar. Ula qaşıq sadədir deyə 15-dən 16. Ortaq bölənin ikisində 1-dir. Ona görə 15-i burada 16-ya vuracam. 16-nı da 15-ə vuracam. Bura 15-ə vurdumsa 15-ə. Bura 16-ya vurdumsa məxrəci sürəti də 16-ya vururam. 15 vurulsun 16. 240. Yuxarı baxırıq. 11 vurulsun 16. 176. Üstünə gəldim. 9 vurulsun 15. 135. Bu da 240. 135 ilə də 176-nı toplayıram. Nə eləyir? 311. 240-da 311. Baxın, 311 də 240-ın içindədir. Axı, bölmək olur da. Bir dəfə düşür. 1 tam. Qarışıq ədəd kimi yazmalıyıq. 311-dən 240-a çıxıram uşaqlar. Çıxıram. 1, 71. Demək, 1 tam. Buradan yazın. 1 tam 240-da 71 alınır. C-yə baxıram. 15-in C-sinə yazıram. 22-də 1 çıxılsın. 33-də 1. Uşaqlar, çox sadə yolu deyəcəm. Baxın, diqqətlə qulaq asın. 33 ikisi də 11-ə bölünürdü uşaqlar. 33 11-ə bölünəndə neçə eləyir? 3. Buranı 3-ə vuram. 22 11-ə bölünəndə neçə eləyir? 2. Buranı da 2-yə vuram. Gəlin görə eyni məxrəci oldu mu? 22-ni 3-ə vuram 66. Burada 3 çıxılsın. 2-yə vuram da 2. Burada 66 elədi. Gördünüz mü? Sadə. 66-da 1. Cavabımız C variantı budur. D-yə baxıram. 40-da 7 çıxılsın. 80-də 5. Demək, buranı 2-yə vururam. Eyni məxrəc olması üçün 80-də 14 çıxılsın. 80-də 5. 80-də 9. C-yə baxıram. Dedim C-ni də. D-ni də dedim. E-yə baxırıq uşaqlar. 2 tam 52-də 1. Üstünə gələm. 65-də 1. Baxırıq. 2-yə böləndə 36. 36-nı 2-yə 18. 18-i 2-yə böləndə 9. Baxırıq. 52-ni gəlin kənarda tapaq. 65-i 2-yə bölünür.
26 2'ye bölünür 13. Bu da 13'e bölünür. Bu da 5. 13 13. Bir tane 13 var. Yerde kaldı 2 2. Bu da 5. Neylerdi? 4 5'e 20. 260. 260. Demə məxrəcə eyni məxrəcə gətiririk. Nə eləyir? 260. Mən də 52-ni 65'te olan nədir? Yerdə qalan 5'dir. Demə 52'ni nəyə vururam? 5'ə. Biri də 5'ə. Üstünə gəlirəm. 65'te olan 52'nin yazmalıyıq. 52'dən yerdə qalan nədir? 2 ilə 2, yəni 4'dür. 65'də vururam 4'ə. Biri də vururam 4'ə. Biri də vururam 4'ə. 2 tam burada 260 eləmişdi də uşaqlar. 260'da biri vururam 5'ə. O da 5. Üzərinə gəlirəm. Yenə 260. 4. 2 tam 260'da 9. Cavabımız bu alınır. Sonra keçirəm. 15'in F'i yazıram. 1 tam 27'də 4 çıxılsın 45'də 11. 3'ə bölünür, 3'ə bölünür. 15 alınır. 9'a bölünür. Hər ikisi 9'a bölünür də uşaqlar. Ortaq bölənir. 45'i 9'a böləndə neçə eləyir? 5. Demək mən buranı 5'ə vururam. 27'ni 9'a böləndə neçə eləyir? 3. Buranı da mən 3'ə vururam. Çox sadə yoldur bu uşaqlar. Bunu yadda saxlayın. 35. 3 yadda 135. 135. Bura 20 eləyir. Burada 135 edir yenə. 33. Çıxmaq olmur da görürsünüz. 20'dən 33 çıxmaq olmur. Buna görə 1 tamdan azad edirik. 135. Biri vururam 135'ə. 135 üstdən 20 gələndə 155. Çıxıram 135'dən 33'ə. Demək 135. 2, 2, bu da 1. Nə alındı? 135'də 2. F'ni dedim, C'yə keçirəm. 10'da 3, üstdən gəlin 20'də 7, üstdən gəlin 40'da 9. Hər biri 40'a gəlir. 2'yə vuraram 40 olsun deyə. Buranı da 4'ə vuraram. Baxın, eyni məxrəc 40 yazdım. Bura nə elədi? 12. Üzərinə gəl 14. Üzərinə gəl 9. 26. 26'nın da üstünə 9 gələndə 35. 40'da 35. Hər biri uşaqlar 5'ə gedirmə. 7. 5'ə gedir 8. Baxın, buranı 5'ə böldüm. Buranı da 5. Sonra H-a baxırıq. H deyir ki 42'də 5 çıxılsın 28'də 1 çıxılsın 70'də 3. Baxın. Biz indi bunu uşaqlar Əkovun tapmalıyam. Gəlin bunu da silin. Baxırıq 42'nin 28'in 70'in 2'ye bölünür, 2'ye bölünür, 2'ye bölünür 21, 2'ye bölünür 7. 2'ye bölünür 14, 2'ye bölünür 7, 7'ye bölünür 1. 10, 2'ye bölünür 5, 5'e bölünür 1.
Baxıram 2, 2, 2. Bir dənə 2. Sonra 7, 7, 7. Bir dənə 7. Yerdə qaldı nə? 3, 2 və 5. 3, 2 və 5. Uşaqlar. Nə elədi? 10. 12'ye vururam. 10 elədi. 12'ye vurdum 20. Bu da 21. Baxın bununla bunu götürdüm. 10. Buraya 2, 20. 20'ni də vuram 3 ilə 7'nin aslı. Nə elədi? 420. Eləmi uşaqlar? 420 elədi. Cavabımız 420. Demək 42'ni neçə vuranda 420 eləyir? 42'ni 10'a vururam. 5'i də 10'a vururam. Çıxıram. 28'i neçəyə vursam 420 eləyər? 15'ə. Buranı 15'ə vuram. Nədən bildim uşaqlar? Baxın 28'ə baxın. 28'i mən buradan götürdüm. Yerdə qaldı nə? 42 ilə 70. Orada da hansı ədədlər görünür? 3 ilə 5. Ona görə mən dedim 15'ə vuram. Avtomatik tapmaq olur. 70'i də nəyə vururam? Baxın 70'i mən çıxdım. Baxın bunu elə bir nəzərə almayın çıxdı. Yerdə qaldı nə? 6, 3 ilə 2 hasili. 6'ya vururam yəni. 420 eləsin. Demək 40, 420, 50 çıxılsın 15, 1'e 15'e vurmuş. 420 çıxılsın 18 və 420. 50'dən 15 çıxıram. Nə edir? 35, 35'dən də 18 çıxıram 17. 420'də 17. Cavabımız 420'də 17. Aşı yazdım. İ ilə J qaldı. Yedidə 2 bölünsün 35'də 24 çıxılsın 18'də 17. 7'də 2 vurulsun olur. Çünki bölmədi. Biz bunu vurmaya çevirməliyik. 35, 24'də 35 çıxılsın 18'də 17. Baxırıq 35 ilə 7 gedir 5, 24 ilə də 2 gedir 12. Nə alanda? 12'də 5 çıxılsın 18'də 17. Uşaqlar hər birinin ortaq böləni hansıdır? 6'dır. 18 6'ya bölünür, 12 də 6'ya bölünür. 18 6'ya bölünəndə neçə alınır? 3. Buranı demək mən 3'ə vururam. 12 6'ya bölünəndə neçə alınır? 2. Demək buranı da 2'yə vururam. Nə alanda? 36'da 15 çıxılsın. Bir dəqiqə vurmaya çevirdim. 18'də 7'dir uşaqlar bura. 17 yazmışam mən. Bura 7'dir. Kitabda 7 verib. Mən 17 yazmışam. Aha, 7'nin 2'ye vuranda neydir? 14. 36, 14. Da 15'den 14'ü çıxıram nə eləyir? 36'da 1. Cavabımız 1. Keçirəm. J'ye baxıram. 18'də 1, 24'də 7 vurulsun 125'də 48. Hər biri 6'ya bölünür. Bu da 6'ya bölünür. Bu da 6'ya bölünür. 24 6'ya bölünəndə neçə eləyir uşaqlar? 4 eləyir. Demək mən 18'i 4'ə vuracam. 1'i də 4'ə vuracam. Üstə gəlsin.
Və 18-i 6-ya böləndə neçə eləyir? 3 eləyir. 24-ü mən 3-ə vuracam, 7-ni də 3-ə. Buranı tapacağım. 125, bu da 48. Bura 4 eləyir. 72-dən 4 üstünə gəlirəm. Burada 72-də 21. Nə edir? 72-də 25 eləyir. Vururam 125-də 48-ə. 125 25-ə gedir. 5 eləyir. 48-də 72-də 16-ya bölünürmü? Baxaq. 2-yə bölünür 24, 2-yə bölünür 36. 8-ə bölünür, 6-ya bölünür 4, 6-ya bölünür 6. 2-yə bölünür, 2-yə bölünür 3, 2-yə bölünür 2. Alındı mı? İndi yerdə qaldı nə? 3-ü vururam 5-ə. Nə elədi? 15, burada 2. Cavabımız 15-də 2. Keçirəm 16-ya. Diqqətdən kənarda bir şey qalanır. Uşaqlar bilin ki, monitora çox baxanda diqqətdən kənarda qala bilir. Baxırıq 16. Baxırıq 33-dən 14-ün əbobunu soruşur. Uşaqlar 1 əbob 33 və 34-ün. Çıxılsın 1 əkob 3-dən 5-in. Uşaqlar, əbob odur ki, ortaq böləni baxırıq da, kiçik. Ən kiçik ortaq, ən böyük ortaq bölən. Baxın, bölən. İndi 33 və 34-ün ən böyük ortaq böləni hansıdır? 1-dir. Hər ikisi qarşılıqlı sadədir axı 33 və 34. Yəni 1-ə bölünür də yalnız. 1, məxrəci də 1 elədi. Çıxılsın. Əkob nə idi uşaqlar? Qarşılıqlı sadədə. Bir-birinə hasili deməkdir. 3 vur 5. Nə elədi? 15. 1 çıxılsın 15-də 1. O da verir nə? 15. 1-i vururam bu 15-ə. Nə eləyir? 15. 15-dən 1, 14. Sonra keçirəm B-yə. Baxırıq. 1 əkob 5-lə 21. Üstə gəlinsin. Əbob. Yox. Yox. Sonra keçirik B-yə baxırıq. Yenə qarşılıq sadə ədədlər göstərir uşaqlar. Qarşılıq sadə olanda bilin ki, əbob 1 olur. Hər zaman qarşılıq sadədə əbob 1 olur. Yəni, bura 1 olacaq. Və əkob nə olur? Bir-birinə hasili olur. 105 olur. Yəni, 5-i vuracam 21-ə. Bilin ki, əkob qarşılıq sadədə, yəni AB qarşılıq sadədə A vur B olur. Əbob isə bu qarşılıqlı sadədir. Sadə olanda. Əbobu isə nə olur uşaqlar? AB 1 olur. Yenə də bura baxırıq. Üstə gəlinsin. 1 bölünsün 1-də. Bunu göstərirəm. 105-də 1. Üstünə gələn 1-i. Nə elədi? 1 tam 105-də 1. Cavabımız bu oldu. C-yə baxıram. 3 əbob 42, 45. Çıxılsın. 3 əbob 15-lə 20. Hər biri 3-ə bölünür də uşaqlar. 42-də 3-ə bölünür. 45-də 3-ə bölünür.
İndi belə eləyək. Hər birinin 3-ə bölünür. Başqa bir ədədə bölünürmü? Xeyr, bölünmür. Ona görə əbob nədir? 3-dür. Hər ikisinin ortaq bölən nədir? 3-dür. 3 götür. Çıxırsa 3. 15 ilə 20-nin əbobu nə eləyir? Hər ikisinin ortaq böləni neçədir? Burada da əbob verib də. 15 ilə 20-nin hər biri 5-ə bölünür. Uşaqlar, 15 də 5-ə bölünür, 20 də 5-ə bölünür. Başqa varmı 5-ə bölünür? 15-in 20-nin ortaq böləni? Xeyr, yoxdur. Bir dənə budur. Bura nə elədi? 1, 3-ü 3-ə böləndə 1. 1-dən çıxıram bu 5-də 3-ü. 5-i vuram 1-ə 5. Çıxıram 3-ü nə elədi? 5-də 2. Cavabımız 5-də 2. C variantında 5-də 2 alınır. Keçirəm D-yə. D-də nə deyir? Əkob 6 ilə 7-nin burada 1. Əkob 7 ilə 8. Baxın, əkob 6 ilə 7. Qarşılıq sadədir. Ona görə dedim qarşılıq sadə olanda uşaqlar burada göstərmişdim, silmişəm. Əkobda qarşılıq sadə olanda uşaqlar bir-birinə hasili deməkdir. Yəni 6 vur 7. Nə alındı? 42-də 1. Üstünə gəlirik. Yenə qarşılıq sadədir də baxın uşaqlar ortaq böləni yoxdur deyə. Ona görə bir-birinə hasilidir. Nə elədi? 56-da 1. Hər birinin neçəyə bölünür? 7-yə bölünür. Başqa varmı? Xeyr, 7-yə bölünür. 42 7-yə böləndə neçə eləyir? 6. Demək, mən buranı 6-ya vururam. Və 56-nı 7-yə böləndə nə eləyir? 8. Buranı da mən 8-ə vuram. Buranı 8-ə vuracam. Aha. Demək, buranı da 8-ə vuracam. Buranı da 8-ə vuracam. Buranı da 6-ya vuracam. Gəlin baxaq. 2 ilə 8-in 16 bir yadı. 4 ilə 8 32 bir yadı 33. 8 elədi. 6 və 6-nın 36. 6 yazırıq. 3 yadda. 25 dəfə 6-nın 30. 3 yadda da 33. Sürətdə 6. 1 daxil. 1-i 6-ya vuranda 6. Nə elədi? 336-da 8-in üstünə 6 gələndə 14. Cavabımız 336, 14. Uşaqlar, bunu hər biri 2-yə gedir. Elə də eləyə bilərsiniz. 7. 2-yə gedəndə 1, 6, bu da 168. 168-də 7. Cavabımız 168.